Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, qardaşlar, bugünkü dərsimiz Allah subhanahu ta'ala feili sifətlərindən nuzul sifəti barəsindədir. Yəni, nuzul, yəni emmək. Nəzələ feilindəndir. Yəni, emmək. Bu, Allah subhanahu ta'alanın feili sifətlərindəndir. Və keçən dərslərdə biz gördük ki, istava sifəti barəsində Quranda dəlillər var. Hansı ki, istava da Allahın feili sifətlərindəndir. Nuzul sifəti barəsində isə dəlil sünnədə gəlib. Sünnədə gəlib və birinci bilmək lazımdır ki, bu barədə 28 sahabə Peyğəmbər sallallahu aleyhi və səlləmdən bu hədisi nəql edirlər. 28 sahabə. Yəni, hədis mütəvatirdir. Hədis mütəvatirdir. Hansı ki, Abu Hüreyrənin rəvat elədiyi hədisdə, Buxari və Müslim rəvat eləyib bunu, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər gecənin son 1/3-də bizim Rəbbimiz yer üzərinin səmasını elir. Yer üzərinin səması, yəni bildiyimiz bu ulduzlar, bu gördüyümüz, yəni ulduzlar hamısı yerin səmasında yerləşir. Yəni yerin səması deyəndə o atmosfer nəzərdə tutulmur. Aydındır? Yəni bunu bilin. Yer səması deyəndə nəzərdə tutulur. Bax, bütün bu gördüyümüz qalaktikalar, hansılar ki, ulduzlar deyirik, bunlar hamısı yerin birinci səmasındadır. Çünki Allah subhanahu ta'ala buyurur ki, biz yəni yerin səmasını ulduzlarla bəzədik. Bu ulduzlar hamısı yerin səmasındadır. Yəni birinci qat göydədir. Yer yəni bizim. Bəli, bizim yer. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bizim Rəbbimiz hər gecənin son 1/3-də yer üzərinin səmasına enər və deyər ki, varmı mənə dua edən qullarım, onların dualarını qəbul edim. Və varmı məndən istəyən, onlara verim və məndən bağışlanma diləyən, onları bağışlayım. Bu, Abu Hüreyrənin rəvat elədiyi hədisdir. Həmçinin Ali ibn Abi Talib radiyallahu anhunun rəvat elədiyi hədisdə, o hədisdə gəlir ki, əgər mənim ümmətimə çətin olmasaydı, mən ümmətimə əmr edərdim ki, işə namazını gecikdirsinlər. Hətta gecənin son vaxtınacan. Niyə görə? Çünki Allah subhanahu ta'ala o vaxtda yer üzərinin səmasına enər və hətta bu emmə, Allahın emməsi davam edər fəcr çağınacan. Və Allah deyər ki, varmı məndən istəyən, onlara əta edim. Və varmı mənə dua edən, onların dualarını qəbul edim. Və varmı günahkar qullar, hansılar ki, məndən bağışlanma deyirlər, onları bağışlayım. Və varmı xəstə qullarım, hansılar ki, məndən şəfa istəyirlər, onlara şəfa verim. Bu hədisdə İmam Əhməd, Ət-Tabari, Əd-Darimi, rəhmətullahi aleyhim, rəvat eləyiblər. Və bu hədis mütəvatir hədisdir. Yəni, dediyim kimi, 28 sahabədən nəql olub. Və bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Allah subhanahu ta'alanın nuzul sifətini isbat edir. Çünki Rəbbini ondan yaxşı bilən yox idi. Və bu hədisdən çıxan bəzi faydalar var. O faydalardan birincisi budur ki, bu hədis gecə namazının fəzilətinə dəlildir. Bu hədisdən çıxan birinci faydadır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Buxari və Müslimin rəvat elədiyi hədisdə buyurur ki, fərz namazlarından sonra ən əfsəl namaz gecə ibadətidir. Və başqa hədisdə gəlir ki, başqa ləfsdə, gecə namazı müsəlmanın şərəfidir. Və ona görə gecə namazının da şəriət alimləri bu hədisə əsasən deyiblər ki, gecə namazı üçün ən əfsəl vaxt gecənin son 1/3-dir. Son 1/3. Hansı ki, Davud əleyhissalam da o vaxt ibadət edərdi. Və gecə namazının da sayı, yəni rükət sayı
bir rükətdən başlayır, 11 rükətəcən davam edir. Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm istər Ramazanın içində, istər Ramazanın çölündə 11 rükətdən artıq qılmazdı. Düzdür, İbn Abbasdan gəlib ki, 13 rükət, o 13 rükətdəki artıq 2 rükət nədir? O məsələdə şəriət alimləri ixtilaf ediblər. Bəzilər deyib ki, ola bilsin İbn Abbas gördüyü elə 11 rükət idi, o 2 artıq gördüyü ya işanın son sünnəti olub, ya da ki, sübhün sünnəti. Çünki zahirən baxanda belə, əgər sən işa namazını qılsan, sonra durub sünnəti qılsan, dalınca yenə də 2, çünki bu da sünnədir. 11 qılsan, zahirən baxan deyəcək ki, işadan sonra 13 rükət qıldı. Və gecənin son üstə birində qılsan, həmsinin belə görməsək. Aydındır. Bəzi alimlər bunu tərcihləyib, bəziləri bunu. Hər bir halda, yəni rükət sayı 11-dir və həmçinin səssiz də qılına bilər, səssiz də qılına bilər. Bir də ki, bəzən sual olunur, qiyamul leyl, təheccüd, vitir və təravih. Bilin ki, bu 4 namazın 4'ü də eyni namazdır. Bu 4'ü də eyni namazdır, bir namazdır. Fəqət namazların, siz fikir versəz, adları çox vaxt namazdan vaxtından götürülür. Məsələn, niyə görə məğrib deyilib, məşriq deyilməyib? Çünki məğrib günəş batandan sonra qılınır. Niyə görə duha deyilib? Duha. Çünki durulan səhər deməkdir. Özə səhər açılır, qılırsan. Bu namazların, bu 4 namaz ki deyirik, bunlar əslində bir namazdır. Fəqət vaxtına görə cürbəcür adlar alır. Yəni, məsələn, əgər sən bu namazı yatmamışdan qabaq qılsan, məsələn, işanı qıldın saat 11-də, amma özün yatacaqsan 2-də. Biraz gecikdirirsən, vitri, yatana yaxın qılırsan. Bu oldu nə? Qiyamul leyl, gecə namazın. Əgər yatıb, sonra dulsan, olacaq təheccüd. Əgər bunu Ramazanın içində qılsan, olacaq təravih. Ramazanın çölündə qılsan, olacaq vitir. Çünki qıldığın təheccüd özü nədir? Vitirdir. Qiyamul leyl nədir? Vitirdir. Qıldığın təravih nədir? Vitirdir. Fərq nədir? 8 qılırsan və deyirsən ki, son tək rükət, hansı ki 3'dür, onu vitir sayırsan. Hər bir halda istəyirsən Ramazanın içində qıl, istəyirsən çölündə 11 rükətdən artıq qılmırsan. Aydındır. Həmçinin gecə namazına yəni qalxmağa kömək edən bəzi səbəbləri qeydləmək istəyirəm. O səbəblərdən birincisi və ən əsası günahlardan çəkinməkdir. Necə ki, İbrahim Ədhəm, rəhmətullah aleyh, deyir ki, ona daha doğrusu sual verirlər. Biri sual verir ki, yəni mən gecə namazına qalxa bilmirəm. Və əlacını istəyir. O da deyir ki, gündüzlər Allaha asi olma ki, gecə də ona ibadət edə biləsən. Çünki gecə ibadəti şərəfdir. Və Allah subhanət hala bu şərəfi fasiqə nəsib etməz. Həmçinin Sübyan-ı Savr rəhməllahdan gəlir ki, deyir, bir etdiyim günahıma görə 105 ay gecə ibadətindən məhrum oldum. Bir dəfə günah eləyib, 5 ay məhrum olub. Yəni, o günah səbəb olub gecə ibadətindən məhrum olmağa. Həmçinin səbəblərdən, vasitələrdən, kömək edən, məsələn, duadır. Allah subhanət haladan istəmək. Həmçinin səbir. Səbir. Məsələn, sələflərdən deyənlər olub ki, mən bir il gecə namazına qalxmaq üçün dişimi sıxdım, səbr etdim, sonra da 20 il o ibadəti sevə-sevə etdim. Yəni, səbir önəmlidir. Həmçinin kömək edən amillərdən zöhrdən qabaq və ya sonra yatmaq. Bədənin dincliyini alır. Həmçinin işadan qabaq, daha doğrusu işadan sonra, əgər heç bir məşğuliyyətin yoxdursa yatmaq. Çox vaxtı uzatmamaq. Həmçinin yatmamışdan qabaq, çox mədəni doldurmamaq. Həmçinin gecə namazının fəzilətini bilmək. Necə ki, Bilal Həbəşi, radiyallahu anhu, Peyğəmbərdən rəvat edir ki, Allah Rasulü buyurdu. Dedi ki, gecə namazını qılın, çünki bu sizdən əvvəlki salihlərin
xisləti olub, adəti olub. Bir. Həmçinin bu, kiçik günahları kəffarədir. Həmçinin insanı pis əməllərdən çəkindirən və bədən xəstəliklərini aradan qaldıran bir amildir. Yəni, fəzilətini bilmək də önəmlidir. Həmçinin fəzilətlərdən də biri nədir? Və qeyd elədiyim nuzul hədisi. Yəni, gecənin son 1/3 elə bir andır ki, Allah Subhanahu taala qullarına xitab edir. O da fərq qoymur ha. Fikir versən hədislərə fərq qoymur. Deyir, var xəstə qulum, var günahkar qulum, var istəyən qulum, var dua edən qulum, hətta duana istəyi ayırır orada. Necə ki, sahabələr deyir, hətta biz sahabələr deyir, öz başmaqlarımızı belə Allahdan istəyərdik. Öz çarqlarımızı belə Allahdan istəyərdik. Bu nəyi göstərir? Rəblərinə olan təvəkküllərini. Yəni, o qədər əmin idilər. O qədər əmin idilər. Hətta sələflərdən biri deyir ki, çünki dua eləmək də gərək ürəkdən gəlsin axı. İnsan var, bəzən elə dua eləyir ki, az qala içi çıxır. Bəzən elə dua eləyir ki, həvəssiz. Sələflərdən biri deyir ki, o zaman ki, Allah mənə şövqlə dua etməyi nəsib edirsə, o duanı edəndə mən qəbulunu düşünmürəm. Çünki o şövqü mənə nəsib edən Allah şübhəsiz ki, o duanı qəbul edəcək. Ola bilsin, biraz gecikər, biraz tələsər. Hər bir halda, hər bir şey Allahın hikmətinə baxıldı. Bu, yəni bu hədisdən çıxan birinci faydadır. Həmçinin hədisdən çıxan ikinci fayda nədir? Bu ikinci fayda maturidilərə və əşarilərə rəddiyədir. Çünki biz keçən dərslərimizdə Allah Subhanahu taalanın uluf sifətindən danışanda cariyə hədisini qeyd elədik. O dərsdə dedim ki, mən bidət əhli, yəni sünnəti qəbul edən bidət əhlindən söhbət gedir. Sünnəti qəbul edir və ona sünnətdən dəlil gətirəndə onu inkar edə bilmir. Əlacı qalır, təvilləsin. Və cariyə hədisinə onlar nə deyirdilər? Deyirdilər ki, cariyə hədisi, Müslimdə gələn cariyə hədisi, hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Allah hardadır? Dedi, səmada. Yəni, ucada. Və ya səmanın fövqündə. Onlar bəhanə gətirdilər ki, bu hədis mutavatir deyil. Əhəd hədisdir. Və əhəd hədis fikri məsələlərdə dəlil olur, amma etiqadi məsələlərdə dəlil olmaz. Niyə? Çünki əhəd hədis yəqinliyi ifadə eləməz, zən ifadə edir, zən üzərində də etiqad qurulmaz. Biz buna cavab verdik. Burada demək istədiyim odur ki, yaxşı, nuzul sifəti ki, mutavatirdir. Nuzul barədə varid olan hədislər mutavatirdir. Onda siz məcbursuz Allah Subhanahu taala nuzul sifətini qəbul etməyə. Onda onların əlacı qalır nə? Bu nuzulu təvilləməyə. Çünki hədisi məcburdular qəbul etsinlər, inkarlaya bilmirlər. Bu həmçinin faydalardandır. Çünki bu hədisi Abu Bakır, Abu Hüreyrə, Əli, İbn Abbas, İbn Ömər, İbn Məsud, Cabir ibn Abdullah, Ummu Sələmə, Ayşə, Abu Darda və qeyriləri. Yəni 30-a yaxın sahabə nəql edib. Həmçinin bu hədisdən çıxan üçüncü fayda, bu da rafislər rəddir. O rəddə nədən ibarətdir? Onlar Abu Hüreyrənin üzərinə iftira atırlar ki, Abu Hüreyrə bu hədisi uydurub. Allah Subhanahu taalaya nuzul nisbət edib. Və biz deyirik ki, bu hədisi Abu Hüreyrədən əlavə 30-a yaxın sahabə nəql edib, hansı ki, onların içərisində Əhl-i Beytdən olan Əli də var. Həmçinin Əhl-i Beytdən olan Ayşə, həmçinin Əhl-i Beytdən olan İbn Abbas radiyallahu anh. Və həmçinin onların öz kitablarına baxsaz, nuzul onlarda elə formada gəlib ki, yəni oxuyan, aqil insan onu qəbul edə bilməz. Məsələn, Allah Subhanahu taalanın nəinki yer üzərinin səmasına, hətta yerə inməsi öz mələkləri ilə və peyğəmbərlərlə birlikdə Hüseynin qəbrini tavaf etməsi və s. Laf dəhşət şeylər. Həmçinin nuzul sifəti ilə əlaqəli 3 dənə məsələ bilməlisən. Birincisi, bilməlisən ki, Allah Subhanahu taalanın yer üzərinin səmasına nazil olması gecənin son 3/1-də olur. Bu bir. Bu bir. Hansı ki 28 sahabə bunu nəql edib. Bir də gəlir ikincisi. İkincisi də
Allah Subhanahu taalanın Şaban ayının ortasında, yəni Şaban ayının 15-ci gecəsində yer üzərin səmasına inməsi və qullarını məğfirət etməsi. Bu barədə hədislər gəlir. Bu da nuzulun ikinci növüdür. Yəni zaman olaraq növünü deyirəm, sifət olaraq yox. Amma bu məsələdə yəni şəriət alimlərinin ixtilafı var. Bəzi alimlər ümumiyyətlə Şaban ayının 15-ci gecəsi ki var, sufilər bu məsələdə hərisdirlər və bu gecəyə bəraət deyirlər. Barat və bəraət. Bəzi şəriət alimləri ümumiyyətlə deyiblər ki, Şaban ayının 15-ci gecəsi barəsində heç bir səhih şey yoxdur. Necə ki, Şeyx İbn Bəz rəhməllah belə deyir. Ona barədə sual verəndə belə deyir. Deyir, bu barədə nə varid olubsa, uydurmadır ya da zəif. Həmsinin İbn Rəcəb rəhməllah da belə deyir. Və sair alimlər. Amma dedim, ixtilaf var. Və ixtilaf burada nədədir? Burada iki şey var. Yəni, Şaban ayının 15-ci gecəsi barəsində iki növ fəzilət gəlib. Bir, bu gecə barəsində. Bir də bu gecədə ibadət etmək barədə. Yəni, bu gecəyə xas ibadət barədə. Bütün şəriət alimləri ittifaqla deyiblər ki, bu gecəyə xas ibadət forması yoxdur. Və bu barədə nə hədis gəlibsə uydurmadır. İttifaqdır bu. Məsələn, hədis gəlib, Əli radiyallahu anhunun adından nəql olunub ki, güya Peyğəmbər sallallahu aleyhi ve sellem ona dedi ki, bu gecədə qalx, 100 rükət namaz qıl, hər rükətdə Fatihədən sonra 10 dəfə ixlas oxu. Şəriət alimləri ittifaq edib ki, uydurmadır. Amma ikinci məsələ nədir? Ümumiyyətlə, bu gecənin fəziləti barəsində nəsə varid olub ya yox. Məsələn, qeyd edilədiyim hədis kimi. Allah Subhanahu taalanın Şabanın ortasında yer üzərinin səmasına enməsi. Yəni, nuzul burada da var ya yoxdur. Belə götürəndə bu barədə hədis Peyğəmbərdən səhih olaraq nəql olub. Baxma ki, bəzi alimlər bunu səhih saymasalar da. Və bu hədis iki sahabədən nəql olub. Bir Abu Bakırdan, bir də Muaz ibn Cəbəl radiyallahu anhumədən. Və Şeyx Əlbani rəhməllah da silsilədə bu hədisi səhihləşdirir. Ona görə iş qalır bu hədisi səhih görüb görməməyə. Əgər hədis səhih görülürsə, artıq bu gecədə ibadət edə bilirsən. Necə ki, gecənin son üstəbiri. Gecənin son üstəbirində ibadət etməyə niyə hərissən? Nuzul hədisinə görə. Şaban o 15-ci gecəsində də ibadət məsələsi buna baxıldı. Və ona görə sələflərdən bu gecədə ibadət edən və bu ibadətə həris olanlar olub. Hətta tabiinlərdən olub. Məsələn, Məkhul, Xalid ibn Ma'dən, sonra Luqman ibn Amir, hamısı tabiinlərdəndir. Həmsinin İmam Avzai rəhməhullah, həmsinin İshaq ibn Rahavi. Və düzdür, İmam Əhməddən də belə bir rəy gəlib, onu dəqiq bilmirəm, ona görə deyə bilmərəm. Amma tabiinlərdən gəlib ki, onlar bunu qeyd ediblər. Həmçinin üçüncü Arafa günü Allah Subhanahu taalanın enməsi və mələklərinə qarşı övünməsi həcdə olanlarla. Bu hədis də səhihdir, yəni Müslimdə də var. Ayşədən, Ümmü Sələmədən, bir də Cabir ibn Abdullahdan nəql olan hədisdir. Deməli, gecənin son üstəbiri, Şabanın ortası, bir də Arafa günü. Yaxşı, sifət inkarçıları, çünki biz onları belə adlandırırıq. Muattilə, Allah Subhanahu taalanın əsma və sifətlərini inkar edənlər, Allahın nuzul sifətinə qarşı nə ortaya qoyublar? Onlardan bəziləri deyiblər ki, təvil deyiblər, məzburdular. Deyiblər ki, burada Allahın enməsindən məqsəd mələklərin enməsidir. Və Allah ləfsi burada, yəni bədəl,
Yəni, mələkləri əvəz edici bir ləfz olaraq gəlir. Məsələn, ərəb dilində belə bir şey tapa bilməsi ki, Allah ləfzi, ləfzi cəlalə mələkləri əvəz edən bir ləfz kimi gəlsin. Yəni, ağıllı bir, yəni, ərəb belə şey deyə bilməz. Yaxşı, bizim cavabımız nədir? Birinci cavabımız budur ki, bu hədisin zahirinə müxalifdir. Çünki hədisin zahirində gəlir ki, bizim Rəbbimiz və başqa ləfzdə gəlir ki, Allah və salam mövzu bağlandı əslində. Çünki hədisin zahirinə müxalifdir. Əgər sən hədisin zahirini qoyursan və ondan bir başqa məna verirsənsə, dəlil gətirməlisən. Birincisi, ərəb dilindən. Ərəb dilində də belə bir qayda yoxdur ki, Allah ləfzi mələk ləfzini əvəz eləsin. Bu bir. İkincisi, o Arafa hədisi ilə bağlı dediyim hədis. O hədisdə gəlir ki, Allah subhanət hala Arafa günü enər və həcdə olanlarla öyünər mələklərinə qarşı. Deməli, enən Allahdır, mələklər yox. Çünki Allah subhanət hala öyünür axı mələklərinə qarşı. Çünki o biri hədisi götürüblər, Arafa günü nuzul barədə olan hədisi yaddan çıxarıblar. Bu da onların bədbəxtçiliyi. Üçüncü rədd, hədisdə gələn başqa ləfslərdir. Hədisdə gəlir ki, varmı dua edən qulların, onların dualarını qəbul edin. Mələk belə şey deyər. Mələk deyə bilər ki, varmı bağışlanmaq istəyən onlara bağışlayayım və ya xəstə qullarım, şəfa istəyən onlara şəfa verim. Batil iddiadır. Və ya belə deyiblər. Deyiblər ki, burada qəsd olunan Allah subhanət hala rəhmətidir. Və demək olar ki, bidət əhli bu məsələ üzərində durur. Yəni, istəyirsən maturidilər olsun, istəyirsən əşarilər, hansı ki, bugünkülər, istəyirsən sufilər, cəhmilər, muaddilər, rafisi və s. Hamısı o təbil üzərində dururlar. Deyirlər ki, Allah subhanət halanın rəhməti edir. Buna da yenə də birinci cavabımız odur ki, bu hədisin zahirinə müxalifdir. Hədisdə rəhmətullah gəlmədi. Allah gəldi. Allah ləfsi gəlir. Allahın rəhməti gəlmir. Bu bir. İkincisi, əgər Allahın rəhməti enirsə, niyə enir? Biz məxluqları üçün. Onda dünya səmasına niyə enir? O rəhmət bizə çatmayandan sonra. Üçüncüsü, yaxşı, Allahın rəhməti enirsə, vallahi biz bilirik ki, yəqinliklə Allahın rəhməti daim yer üzərinə enir. Zaten yer üzəri Allah subhanətə rəhməti ilə ayaq üstə durur. Allahın rəhməti olmasa, yer paramparça olar. Bəs niyə burada gecənin son 1/3 ilə xaslaşdırılıb məsələ? Hətta hədisə fikir versən, hədisdə deyilir ki, fəcr olanda bu nuzul bitir. Yəni, rəhmət bitdi. Belə şey olar. Və başqa bir rədd, yenə də hədisdə gələn bu ləfslərdir. Varmı dua edən qullarım, onların dualarını qəbul edin və ya bağışlayın və s. Rəhmət belə şey deyə bilməz. Çünki rəhmət Allah subhanət hala sifətidir. Və Allah bu sifətlə vəsiflənib. Ona görə, məsələn, biz Allahın sifətlərinə dua edə bilmərik və bu əslən şirkdir. Məsələn, mən dua edə bilmərəm ki, ya rəhmət Allah, ey Allahın rəhməti, ya qüdrət Allah, ey Allahın qüdrəti, ya izzət Allah, ey Allahın izzəti. Və elə elədim ki, izzəti, rəhməti, qüdrəti Allahdan ayrı bir varlıq kimi qeyd elədim. Allah subhanət hala deyir, وَلَا تَدُعُمَ اللّٰهِ إِلَٰهًا آخَرٍ وَلَا تَدُعُمَ اللّٰهِ أَحَدًا Hər iki ayə. Allahla yanaşı başqa bir ilaha dua etmə. Bu elə bil ki, Allahdan ayrı bir varlıq qeyd etdin. Rəhmət ayrı bir varlıq deyil ki, rəhmət enir və deyir ki, varmı mənə dua edən qullarım, dualarını qəbul edin. Yəni, bunu heç bir ağıl sahibi qəbul edə bilməz. Həmçinin burada belə bir sual ortaya çıxır ki, Allah subhanət hala yer üzərinin səmasına enəndə zatı ilə enir. Cavabında biz deyirik ki, Allahın nuzul sifətini Rəbbi barədə ispat edən onun rəsuludur. Və ondan da bunu nəql edən 30'a yaxın sahabə. Düzdürmü? Və bu həqiqətdir.
Və bir isim ki, bir sifət ki, bir feil ki, Allaha izafə edilirsə, Allaha aid edilirsə, Allaha bağlanırsa, söhbət Allahın zatından gedir. Yəni, ehtiyac yoxdur ki, deyəsən, Allah enir öz zatı ilə. Ehtiyac yoxdur buna əslən. Məsələn, mən deyim ki, Zeyd gəldi. Cəə Zeydun. Nə başa düşdün? Yəni, lazımdır deyəsən ki, Zeydin özü, Zeyd öz zatı ilə gəldi. Belə ehtiyac var belə şey deməyə. Əgər mən deyirəmsə ki, Zeyd qalxdı, Əli qalxdı. Nə başa düşdün? Yəni, Əli qalxdı da. Yəni, ehtiyac var deyəsən ki, yəni, Əli öz zatı ilə qalxdı. Bu məsələdə də belədir. Əslən, ehtiyac yoxdur. Deyəsən ki, Allah öz zatı ilə enir. Biz deyirik ki, Allah subhanət ilə enir. Kifayətdir. Sən deyə bilərsən ki, bəs sələflərdən bəziləri öz kitablarında niyə bu ləfsi qeyd ediblər? Çünki ehtiyac duyublar. Cəhmilər rədd etməkdən ötürü. O zaman ki, cəhmilər dedilər, Allah rəhməti ilə enir, rəhmət sifətini, mələki gətirdilər, onda rədd olsun deyə bu qeydi qoydular. Dedilər ki, Allah öz zatı ilə enir. Bu rədd üçündür. Yoxsa əslən belə şey ehtiyac yoxdur. Həmçinin nüzumla əlaqəli məsələlərdən biri də bu sualdır. Allah subhanət hala yer üzərinin səmasına enəndə ərş boş qalır, Allahdan xali olur ya yox. Bu məsələdə təbii olaraq 3 dənə cavab ortaya çıxa bilər. 1. Ərş boş qalır, ərş Allahdan xalidir. İkincisi, Allahdan xali deyil. Üçüncüsü, suruq. Nə bunu isbat edirik. Heç nə demirik. Bu arada danışmırıq. Və bil ki, sələf üləmasından alimlərin cümhuru, hansı ki, haqq olan rəy də budur, sonuncu 2 rəydir. Yəni, ərş Allahdan xali deyil, ya da bu məsələdə suruq. Və sələf üləmasından bunu deyənlər də var, o birisi rəy üzərində duranlar da. Məsələn, İmam Əhməd rəhmətullahi aleyh, həmsinin İshaq ibn Rahavey, Hammad ibn Zeyd, İmam Əd-Darami, həmsinin Fudal ibn İyad, Yahya ibn Mu'in, İbn Teymiyyə rəhməhullah, onlar bu rəydədirlər ki, Allah subhanət hala yer üzərinin səmasına enir və ərş Allahdan xali deyil. Məsələn, yəni bunu sələf deyib. Sələf bunu ta qədimdən qeyd ediblər. Deyiblər ki, ərş Allahdan xali deyil. Buna da mən məsələn 2 misal çəkim, əslində bu kifayət edir. Məsələn, mən indi burada oturmuşam. Mən buradan durub geçsəm ora. Bura boş qalacaq? Qalacaq. Bu, məxluq olaraq mənim üçün qanundur. Bu qanun Allah subhanət hala üçün kəsərlidir. Kəsərlidir desən müşəbbihəsən. Məzbursən deyəsən ki, xeyr. Məsələ bitdi. Bu bir. İkincisi, biz keçən dərslərimizdə bir şey qeyd elədik. Uluf sifəti Allah subhanət halanın feili sifətidir, yoxsa zatı? Zatı sifət. Zatı sifət deyəndə nə başa düşürsən? Yəni, Allahın zatı ilə qaim olan. Feili sifət istəyəndə edir. Bir sifət ki, Allahın zatı ilə qaimdirsə, onun zatından ayrılmaz bir vəsifdir. Deməli, uluf Allahın zatından ayrılan bir vəsifdir, əsla. O, gecənin son 3/1-də yer üzərinin səmasına ensə də, uluf sifəti onun üçün sabitdir, sabit deyil. Niyə? Çünki zatı sifətdir. Zatından ayrılmır. Məsələn, İmam Xəllal Kitab-ı Sünnədə Cəfər ibn Muhamməddən, o da Əhməd ibn Muhamməddən, o da Süleyman ibn Harbdən rəvat edir ki, Süleyman ibn Harb deyir ki, Hammad ibn Zeyddən eşitdim. Daha doğrusu ona sual verdim. Sual verdim ki, ey Hammad, künyəsi Əbu İsmail idi, İsmailin atası. O hədis barəsində nə deyirsən? Hansı ki, Allah subhanət hala yer üzərinin səmasına enir. Bu, Allahın enməsi
bir məkandan başqa bir məkana intiqal etməsidir, ya yox? Harb deyir ki, Həmməd İbn Zeyd sustu və sonra dedi. Cavaba bax. Deyir, Allah öz məkanındadır, yəni ərşin fövqündə, məkansızlıqdır. Allah öz yerindədir və istədiyi cür, istədiyi məxluqatına yaxınlaşır. Allah bundan aciz deyil. Yəni, Həmməd İbn Zeyd nəyi ispat elədi? Yəni, ərş Allahdan xali olmur. Amma nuzulu da ispat elədi. Və məsələn, İbn Bəttə İshaq İbn Rahaveyhdən rəvat edir. İshaq İbn Rahaveyh deyir ki, mən Abdullah İbn Tahirin yanına girdim. Abdullah İbn Tahir də Xorasanın əmiri idi. Və deyir, o mənə dedi ki, bu nəql olunan hədis ki var, bu hədis nədir? İzahı. Mən də dedim ki, Allah sənə islah eləsin, ey əmir. Sən hansı hədisi deyirsən? Abdullah ibn Tahir də deyir ki, nəzərdə tuturam Allah subhanət alan yer üzərinin samasına enməsini. Mən də dedim ki, bəli. Bu hədisi o kişilər rəvayət ediblər ki, o kişilər Quran rəvayət ediblər. Allahu akbar. Gör, hardan vurur? Bu hədisi o kişilər rəvayət ediblər ki, onlar Quran rəvayət ediblər. Bugün sünnəti rədd edənlərin bel sümüyünü qıran dəlildir. Bugün Quranın neçə qirayəti var? 10 qirayət neçə sahabədən nəql olub? 13. O 13 sahabədən nəql olunmuş Qurandır bugün əlimizdə. Yəni, bugün bizə Quran 13 sahabənin qirayəti ilə çatıb. O 13 sahabədən biri kimdir? Abu Hüreyrə. Hansı ki, Abu Hüreyrənin rəvayət etdiyi hədisi rədd edirsən, nəql etdiyi Quranı oxuyursan namazda. Adillikdir bu. Hansı ki, o 13 sahabədən biri Osman və Ömərdir. Onların nəql etdiyi Qurana möhtacsan. İshaq İbn Rahaveyh deyir ki, ey əmir, bu hədisi o kişilər nəql edib ki, onlar Quran nəql ediblər. Və sonra Abdullah İbn Tahir bu sualı verir. Deyir, o enəndə ərşini tərk edir. Suala bax. Allah yer üzərinin samasına enəndə ərşini tərk edir. İshaq İbn Rahaveyh cavab verir. Deyir ki, mən onu dedim. Dedim ki, ey əmir, Allah ərşindən xali olmadan yer üzərinin samasına enməyə qadirdir ya yox? O dedi ki, bəli, qadirdir. Dedi, onda niyə danışırsan? Əslində, insan öz nəfsində bu sualın cavabı var. Həmçinin Abu Bakr Əl-Əsram Kitab-ı Sünnədə nəql edir İbrahim İbni Əşasdan. O da deyir ki, mən Fudal İbni İyaddan eşitdim. Fudal İbni İyad deyir ki, əgər cəhmilərdən biri sizə desə ki, mən nazil olan Rəbbi inkar edirəm, siz də ona deyin ki, mən istədiyini edən Rəbbə iman edirəm. Gör, hardan vurdu? Deyir, əgər Fudal İbn İyad deyir. Yəni, deməli, Fudal İbn İyad da bu etiqadda idi ki, ərş xali deyil. Deyir, əgər cəhmidən biri desə ki, mən nuzul sifətinə sahib olan Rəbbi inkar edirəm. Yəni, belə Rəbbi qəbul etmərəm. Necə Tican deyir. Tican deyir ki, Rafsi, deyir, xəlifəsi Abu Bakr olan Peyğəmbər nə mənim Peyğəmbərimdir, nə də Rəbbi mənim Rəbbim. Yəni, belə bir misal. Deyir, əgər cəhmi desə ki, nazil olan Rəbbi inkar edirəm, siz də ona cavab verin ki, istədiyini edən Rəbbə iman edirəm. Yəni, Allah istədiyini edəndir. Həmçinin
İmam Lələkai rahmetullahi aleyh Yahya ibn Mu'indən rəvayət edir. Yahya ibn Mu'in deyir ki, o da buna oxşa bir məsələdir. Deyir, əgər bir cəhmidən eşitsəz ki, o deyir, mən nazil olan Rəbbi inkar edirəm, sən də ona dinən ki, mən istədiyini edən Rəbbə iman etmişəm. Həmçinin bu məsələdə İmam Əhməd rahmetullahi aleyhdən də belə bir nəql gəlib. O deyir ki, Allah subhanahu ta'ala yer üzərinin səmasına enir və ərş ondan xali olmadan. Bu da İmam Əhməddən nəql olan bir şeydir. Həmçinin son olaraq deməli, yenə də İshak ibni Rahaveyhin başına gələn bir hadisədir və geniş bir hadisədir. Cəhmilər ilə mübahisəsidir. Deməli, İmam Tirmizdən gəlir bu rəvayət. O deyir ki, İshak ibni Rahaveyhdən eşitdim. İshak dedi ki, İmam İshak və demək olar ki, bu alim çox məsələlərdə İmam Əhməd ilə eyni rəydə olub. Hansı ki, bu hansı alimdir? Şabanın o 15-ci gecəsini ibadətlə keçirənlərdən biridir. İshak ibni Rahaveyh deyir ki, cəhmilərin imamları Abdullah ibn Tahirin, Xorasan əmirinin yanında bir gün yığışmışdılar. Və ona deyirdilər ki, ey əmir, sən deyir, görürük ki, İshakı önə çəkirsən, ona hörmət edirsən, onu əzəmətləndirirsən, o isə kafirdir. Hansı ki, iddia edir. Allah yer üzərinin səmasına enir və ərş boş qalır. Yəni, İshak ibn Rahaveyhi mücəssiməlikdə, müşəbbihəlikdə ittiham edirlər və kafirlikdə. Və Abdullah ibn Tahir bundan qəzəblənir və İshak deyir ki, mənim yanıma adam göndərir. Və mən gəldim, girdim yana və sarayda olanlara salam verdim. Hətta deyir, qəzəbindən mənim salamımı qəbul etmədi. Sonra başını qaldırdı və mənə dedi ki, ey İshak, vay olsun sənin halda. Deyir, bunlar deyir, nə deyirlər? O da deyir ki, bilmirəm, özlərindən soruşmaq lazımdır. Deyir, onlar iddia eləyirlər ki, Allah subhanahu ta'ala, yəni, sən belə demirsən ki, Allah subhanahu ta'ala yer üzərinin səmasına enir və ərş ondan xalidir. Və İshak deyir ki, Allah subhanahu ta'alanın səmasına enməsini, ey əmir, mən demirəm. Bunu deyən Allah Rəsuludur və öz sənədi ilə hədis nəql edir. Deyir ki, mənə Əbu Bakr ibn Ayyaş, o İshakdan, o da İbn Müslimdən nəql etdi. İbn Müslimdə Əbu Hüreyrədən və Əbu Said Əl-Xudrdən, o ikisi də Allah Rəsulundan. Ki, Allah subhanahu ta'ala hər gecənin son üçdə birində yer üzərinin səmasına nazil olur, əl-hədis. Hədisin davamı. Və bu hədisi deyəndən sonra deyir ki, ey əmir, onlara əmrlə mənimlə münazirə etsinlər. Söhbətə girsinlər. Və xülasə, deyir, bu hədisi nəql edəndən sonra gördüm ki, qəzəbi soydu. Yəni, sünnətə bu cür tabiçilik var idi onlarda. Və dedi ki, mənə otur. Və oturdum, yenə də dedim ki, onlara dinən mənə əmrlə ki, mənimlə münazirə etsinlər. Və İbn Tahir də deyir ki, onunla münazirə edin. Və yəni İshak ibn Rahaveyh cəhmilərin imamlarına nə deyir? Deyir ki, Allah ərşdən xali olmadan yer üzərinin səmasına enməyə qadirdir. Bunu bacarar ya yox, mənə cavab verin. İshak deyir ki, hamısı susdular və başlarını aşağı saldılar. Sonra İshak deyir ki, əgər onlar iddia etsələrdilər ki, Allah buna qadir deyil, onlar iddia etmiş olacaqdılar ki, onlar sənin və mənim kimi acizdir. Və bu aləmlərin Rəbbinə qarşı küfürdür. Və məzburdular ki, desinlər qadirdir. Bunu dediklər təqdirdə mənim dediyimi demiş olurlar. Yəni, bunu sələf deyib. Amma bəzi alimlər isə bu məsələdə susublar. Hətta İbn Qeym Rəhməllahın kitabını oxuyanda Savaqun Mürsələni. Orada da hiss edirdim ki, İbn Qeym yəni, susmağa daha meyillidir. Amma mən dəqiq demirəm. Bu rəydədir ya yox.
Amma kitabının çox yerində bu rəyi daha üstün görür. Hətta deyir ki, insanların rəyləri içərisində bu məsələdə haqqa daha yaxın rəy budur. Qur'anın inkar etdiyini, sünnənin inkar etdiyini, inkar, isbat etdiyini isbat. O məsələdə nəfi və isbat gəlməyibsə, o məsələdə də susmaq. Həmçinin Şeyx Hüseymin Rəhməllah da bu rəydədir. Yəni, Şeyx Hüseymin Aqidətü Səfarini, yəni şərhində deyir ki, alimlərdən bir çoxsu bu məsələdə susublar. Yəni, üçüncü rəyi daha etibarlı görürlər. Nə deməyiblər ki, ərş ondan xalidir, nə də xali deyil. Susublar. Və deyiblər ki, bu sual əslən bizlik deyil. Və bizə bu suala cavab axtarmaq da heç yaraşmaz. Çünki bizlər Allahı tanımaq məsələsində heç də Allah Rasulunun əshabından daha qeyrətli və Allahı tanımaq məsələsində sahabələrdən daha hərisli deyilik. Sahabələr, hansı ki 30-a yaxın sahabə, bu məsələdə Rasulullah'a heç bir sual verməyiblər. Yəni sahabələr bu hədisi eşidiblər, nuzulu ispat ediblər. Amma heç bir sahabənin ağlına belə bir axmaq sual gəlməyib ki. Yəni ərş boş qalır ya, yox. Heç bir sahabənin ağlına bu gəlməyib. Hüseymin deyir ki, bunlar daha qeyrətli çıxıblar. Allah'ı tanımaq barəsində özlərini daha belə həris göstərirlər. Və deyir, şübhəsiz ki, onlar bu ümmətin ən həris və ən qeyrətli olanlarıdır. Din məsələsində, iman məsələsində və elm məsələsində. Və Hüseymin deyir ki, biz bu məsələdə deyirik ki, Allah barəsində belə bir sual şəriətdə varid olmayıb. Bunun bir oxşarı İmam Malikdən gəlir. İmam Malikə soruşanda istavanı, keyfiyyəti nədir? Dedi, bu barədə sual vermək nədir? Bidətdir. Yəni Hüseymin bunu qəsd edir. Deyir, bu barədə şəriətdə heç bir şey varid olmayıb və bu sualı ortaya çıxaranlara biz deyərik. Deyərik ki, sən bidətçisən və bu sualınla bizi öz bidətVə dəvət edirsən. Və sonra şeyx sözün davamında deyir ki, mənə görə, yəni öz rəyini deyir, bu məsələdə susmaq ən salamat yoldur. Çünki sahabələrin yolu bu məsələdə budur. Əgər bir kəs bizə desə ki, yox, mən əqli dəlil istəyirəm deyib dursa, o şəxsə belə deyərik. Deyərik ki, ağlığı saxla öz nəfsin üçün və öz nəfsin barəsində fikirləş. Allahın zatı və sifətləri barəsində yox. Ağıl ki var, öz nəfsi var saxla. Yəni, məxluqat barədə təfəkkür et, xaliq barədə yox. Siz bilirsiniz, bu qaydadır. Məxluqat barəsində təfəkkür imanı artırır. Xaliq barədə təfəkkür imanı yox edir. İnsan küfrə var axı. Necə hədisdə gəlir? Şeytan sənə vəsvəsə verər, bunu kim yaratdı, bunu kim deyərsən Allah. Bəs Allahı sus və de ki, iman etdim Allaha. Və sonra şeyx sözün davamında yəndə deyir ki, çox təəssüf ki, bugün bəzi insanlar bu məsələdə cədələ, yəni mübahisəyə girir və deyirlər ki, mənə bu nuzulun, Allahın enməsinin həqiqətini təsvir et, hətta mənə bəyan olsun ki, ərş ondan xaliq alır ya yox. Biz belə şəxsə deyirik ki, sən sahabələrdən daha qeyrətli deyilsən, sus və sahabələrin Peyğəmbərdən nəqil etmədiyi bir söz söhbəti dilvə gətirmə və tərk elə. Yəni, xulasa, yəni, sələf üləması bu məsələdə iki rəydədirlər. Hər bir halda hansı rəydə olsan da, yəni salamatdasan. Hər iki rəydə salamat rəydir. Fəqət bəziləri susmağı salamatçılıq üçün daha etibarlı gördülər. Ona görə buraya üstünlük veriblər. Həmçinin müasir zamanda bəzi bidətçilərin sualları var. Deyirlər ki, yer kürəsi kürə şəklindədir və biz bilirik ki, gecənin üçdə biri yer üzərində bitmir. Bu məntəqədədir. Bu məntəqədə fəcr oldu, o biri məntəqədə gecənin son üçdə biri var. Bəs buna nə deyirsən? Biz deyirik, heç nə. Yəni, burada nəsə işğal var, yəni problem var, müşkülat var, əslən. Sənin bu dediyin məsələ yer kürə şəklindədir,
yerin hər tərəfində hər an gecənin son üçdə biri olur. Bu xaliqə nisbətdədir bizə. Bizə. Bundan xaliqə nə? Allahu akbar. Heç yəni sualın məsələyə adiyyəti yoxdur. Biz deyirik ki, Allah subhanahu ta'ala gecənin son üçdə birində gecənin səmasına enir. Bədisdə nə gəlir? Fəcr oldu, bu nuzul bitir. Bu məntəqədə fəcr oldu, bu məntəqə üçün Allahın nuzul sifəti bitdi. Başqa məntəqədə hardadır gecənin üçdə biri? Allah subhanahu ta'alanın nuzul sifəti orada hakimdir. Vəssalam. Bu bizim üçündür. Və ya belə bir sual veriblər. Deyiblər ki, Allah subhanahu ta'ala yer üzərinin səmasına, yəni yer üzərinin səmasına enməsi ilə, çünki yer səması birinci səmadır. Onda ikinci səma Allahın fövqündə olur. Bu da sual deyil, çünki artıq ərş boş qalır, ya yox məsələsində bunu cavablandırdıq. Çünki uluv Allah üçün sabit bir sifətdir, zatı bir sifət, onun zatından ayrılmayan. O bütün aləmlərin fövqündədir. Və istədiyi vaxt, istədiyi məxluqatına yaxınlaşır. Və ona görə İbn-i Teymiyyə rəhməllah deyir ki, nuzul barədə şübhə edənə, Allah necə nazil olur deyənə, sən sual ver. Denən ki, Allahın zatı necədir? Deyəcək, bilmirəm. Denən, mən də bilmirəm. Çünki bütün zat, yəni sifətlər, o zata bağlıdırsa və o zat bu sifətlərlə sifətlənibsə, vəssalam. Allah subhanahu ta'alanın zatı barəsində hökm nədirsə, feilləri, isimləri və sifətləri barəsində də hökm odur. Həmçinin nuzul sifəti ilə əlaqəli, yəni bundan əlavə bəzi məsələlər var. Allah subhanahu ta'ala əl-məci və ityan sifəti. Yəni Allahın gəliş sifəti, gəlməsi. Bu nuzul sifətindən ayrı bir sifətdir. Mən özüm bunu bu dərsə saldım ki, yəni kiçik bir tema olduğuna görə. Yəni qısa bir mövzu olduğuna görə ayırmadım. Həm də bu mövzuya bağlılığı var. Çünki ikisi də Allahın feili sifətidir. Və şübhəsiz ki, Allahın nuzul sifətini inkar edən, Allahın ityan sifətini də inkar edəcək. Və bunun dəlili Bəqərə surəsi 210-cu ayədir. Allah subhanahu ta'ala deyir, Həl yanzuruna illə ən yətiyəhumullahu fi zulalin minəlğamami vəl mələikəti və qudiyəl əmr. Məgər onlar Allahın buludlar kölgəsi içərisində gəlməsini və mələklərin gəlməsini və işin bitməsini mi gözləyirlər? Söhbət gedir Allah subhanahu ta'ala qiyamət günü gəlişindən, haqq hesab günü, məhşərə. Və Allah subhanahu ta'ala burada ityan sifəti isbat olunur. Bidət əhli bu məsələdə bir dənə şübhəsi var. Başqa şey tapa bilməyiblər. Düzdür, variantlar çox deyiblər. Çünki ağıllar müxtəlifdir axı. Məsələn, bəzilər deyib ki, Allahın, yəni onlar Həl yanzuruna illə ən yətiyəhumullah, onlar Allahın gəlməsini gözləyirlər, yəni Allahın əzabının gəlməsini. Bəzilər deyib, yox, yəni Allahın mələklərinin gəlməsini. Bunu deyənlər ağılsızdılar, çünki ondan sonra mələklərin gəlməsi qeyd edilir. Bəzilər deyiblər Allahın hökmünün gəlməsinin, bəzilər deyiblər Allahın əmrinin gəlməsinin. Biz məcaz dərsində dedik, ehtimal olmaz. Sən subhanallah, xaliq barədə zənn edirsən. Məxluq barəsində zənn etmək haramdır. Bunlar xaliq barəsində zənn edirlər. Deyiblər ki, ola bilsin budur. Yəni, tutar ayran tutmaz qatıq. Misal budur bunlarda. Məqsəd bir dənə bilirsiniz nədir? Nə deyim, nə deməyim o önəmli deyil. Əsas odur ki, bunu inkar edeyim. Ağızlarına nə gəlib deyiblər. Bir dənə məqsəd budur ki, bunu inkar edeyim. O başlayıblar zənn üzərində danışmağa. Ha, bu rəylərdən hansıdır? Yəni, xulası onlar deyiblər ki, burada söhbət gedir Allahın ayət. Ayət nədir? Yəni, əmri, hökmü, əzabı, möcüzəsi, hamısı ayətdir. Əgər belədirsə,
bu ayəyə fikir verin. Ən'am surəsi 158-ci ayə. Həl yanzuruna illə ən tə'tiyəhumul mələikətu. Onlar mələklərin gəlməsini əv yə'tiyə rabbuka və ya sənin Rəbbinin gəlməsini, deməli mələklər deyil, əv yə'tiyə ba'du ayət rabbik və ya sənin Rəbbinin bəzi ayətlərinin gəlməsini mi gözləyirlər? Allahu akbar. Allah subhanətlə ayrıdır axı. Mələklərin gəlməsi ilə, Allahın ayətlərindən bəzilərinin gəlməsi ilə sənin Rəbbinin gəlməsi əməl başına ayırdı. Yəni, onlar iddia ediblər ki, burada hasf var. Yəni, burada söhbət gedir Allahın ayətinin gəlməsi. Allah subhanətlə burada ayırdı. Dedi ki, özə fikir ver, av. Av yəni nədir? Və yaxud. Yə'tiyə rabbuka. Av və yaxud yə'tiyə ba'du ayəti rabbikə. Rəbbinin bəzi ayətlərinin gəlməsini. İddia Allahın kəlamı ilə batil oldu. Və bir şey deyim, hətta biz qəbul etsək ki, burada Allahın gəlişi məcazi bir gəlişdir, hətta belə qəbul etsək, yəni bidət əhlinə güzəştləsək, yenə də onların etiqadı ilə bu düz gəlmir. Niyə görə? Baxın, bidət əhlinə görə ümumiyyətlə bir sual verin. Allah subhanət hala üçün yemək, içmək, yatmaq, yorulmaq caizdir? İttifaqla xeyr. Allah subhanət halanın istavası, yüksəlməsi, nazil olması, gəlməsi caizdir? Bizə görə hə. Onlara görə caiz deyil. Bidət əhlinə görə, yəni sifətləri inkar edənlərə görə Allahın gəlməsi, nazil olması, istavası, qiyamət günü görülməsi, danışması caiz deyil. Necə ki, yeməsi, içməsi, yatması, mürgüləməsi, yorulması caiz olmadığı kimi. Onlar üçün, yəni bunlar nədir? Eynidir. Hətta məcaz məsələsini ortaya atsaq belə, yəni də düz gəlmir. Niyə? Allah subhanət halanın zatı üçün caiz olmayan bir vəsf ilə məcaz gələ bilər, gələ bilməz. Və belə bir dənə şey deyirəm. Bidət əhlinə dinən ki, sənin ağlıva görə Quran və sünnədə belə bir hökm, belə bir ayə, belə bir hədis gələ bilərdimi ki, Allah yoruldu, nəuzubillah. Allah yatdı, mürkülədi, dincəldi, gələ bilərdimi belə şey? Məcazi mənada. Vallahi bütün bidət əhli ittifaqla edəcəkdir, yox. Hətta məcazi mənada da yox. Niyə? Çünki küfürdür. Burada nə məcaz? Yəni təsəvvürlə ki, ayə gəlib Allah subhanət halanın yatması barəsində, yorulması barəsində. Amma məcazi mənada. Belə şey ola bilər. Və sizə görə bunlar ilə istava, ityan, nuzul eyni şeydir. Buna məcaz girmirsə, deməli ona da girmir. Deməli məcaz deyil. Yəni öz qaydaları ilə bu məsələ məcazdan çıxdı kənara. Ona görə Mücahid rahmetullah aleyh bu ayəni təfsir eləyəndə deyir ki, Mücahid kim olur? İbn Abbasın tələbəsi. Tabinlərdən olub, həmçinin bu təfsirdə, Qatadədə Mücahidlə həmrə idi. O da kimin tələbəsi olub? İbn Məsudun. Yəni bilin ki, sahabələr içərisində 3 dənə sahabə olub ki, həqiqi mənada təfsir məktəbi yetişdiriblər. Birincisi İbn Abbas, Məkkəlilərin imamı təfsirdə. İkinci İbn Məsud, Küfəlilərin imamı. Üçüncüsü də Ubey İbn Ka'b, Mədinəlilərin imamı. Qatada İbn Məsudun tələbələrindəndir. Mücahid də, həmsə Ata İbn Əbi Rabah, İbn Abbasın tələbələrindən. Mücahid deyir ki, rəhməhullah, İbn Abbasdan Qur'anı 3 dəfə dinlədim. Hər ayəsinin üzərində dura-dura. Təsəvvürlə, İbn Abbas buradadır. Hansı ki Allah Rasulunu görüb. Ondan
Qur'anı bir dəfə yox, 3 dəfə. Bir dəfə qutardın, 2 dəfə, 3 dəfə. Tam təfsirini götürsən. Necə? Mücahid deyir. Bir ayı oxuyurduq, Elhamdülillahi Rabbil Alemin. Durduq o ayənin üzərində. Harda nasıl olub? Necə nasıl olub? Gecə, gündüz, suda, quruda, nə üçün, kimə görə, niyə görə, nə səbəbə görə? Qutardı, keçir olub. 3 dəfə. Ona görə Sufyan Savr deyir ki, təfsir sənə Mücahiddən gəldi kifayətdir. Vəssalam. Ehtiyac yoxdur nəsə axtarasan. Buxar rəvat edir. Və bir şey də fayda üçün qeyd edeyim. Təfsir elmində sahabənin sözü hüccətdir. Hətta tabiinin sözü. Fikir versən. Səbəb nədir? Səbəb odur ki, bəzi məsələlər var, o məsələdə sahabə öz rəyi ilə hökm verə bilməz. Ona görə hədis alimləri mərfu hədisi 2 növə ayırıb. Ümumiyyətlə bilirsiniz də hədislər 3 növdür. Yəni, sənəd etibarı ilə. Mərfu, məfquf, məqtub. Mərfu nədir? Peyğəmbərdən gələn, məfquf sahabədən, məqtub tabiindən və atbəyət tabiindən gələn rəvayət. Mərfu hədis, fikir verin, 2 hissəyə bölünür. Birinci, sarih, ikinci hukmən. Sarih odur ki, sahabə deyir ki, mən eşitdim, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Bu sarihdir, marfudur Peyğəmbərdən. Birbaşa. Və ya mən gördüm, Peyğəmbər sallallahu aleyhi və səlləm belə elədi. Sarihdir, marfudur birbaşa. Bir də var mərfunun ikinci növü, hukmən. Sahabə bir söz deyir və ya sahabə bir əməl edir. Bunu deyən sahabədir. Demir, ha, Peyğəmbər dedi. Demir, ha, Peyğəmbərdən gördüm, Peyğəmbərdən eşitdim. Özü deyir. Tabiin deyir ki, sahabə belə dedi. Amma sahabənin o sözü məfhuf olmur. Yəni, sahabənin sözü kimi götürülmür. Yəni, sahabənin sözü hökmündə olmur. Hukmən mərfu olur. Hökmü Peyğəmbərə baxlanır. Sahabə desə də, sahabənin dediyi sözün hökmü Peyğəmbərin sözüdür. Onlardan biri budur. Sahabənin təfsir məsələsində dediyi söz. Niyə? Çünki sahabə mümkündür özündən nəsə rəy etsin. Ola bilər. Ola bilər çox cüzü məsələlərdə, o da məsələn elə məsələlərdir ki, o məsələnin İsrailiyyətlə əlaqəsi var və s. Amma sırf ayənin təfsiri ilə əlaqəli sahabə öz rəyini nesinə deyə bilməz. Hətta Abu Bakırdan gəlib Abasa surasında Əbbarda soruşurlar. Hansı ki, torpağın bitirdiyi bir bitki idi. Abu Bakır deyir ki, bilmirəm. Rafislər tənləyirlər, külürlər, deyirlər, hə, bilmədi. Bu Abu Bakır üçün şərəf idi. Cahil ərəb də bilir ki, o nədir? Ota deyirlər, alağa deyirlər. Abu Bakır bilmədi, yox. Tabar rəvat edir ki, Abu Bakır demir bilmirəm. Abu Bakır deyir ki, bu barədə Allah Rasulundan bir şey bilmirəm. Get, sənə lazım olanla, bildiyinlə əməl et. Yəni, necə həssas edirlər. Ona görə Mücahidin bu sözü, hansı ki, təfsirdən, yəni yayındıq biraz dərsdən, və məsələn, sahabə deyir ki, qiyamətin əlamətlərindən filan. Bu mərfu hökmündədir. Sahabə hardan bilir ki, qiyamətin filan əlaməti var? Öz rəyi ilə istifadə edə bilər? Əslən. Aydındır. Ona görə Mücahid, rəhmətullah aleyh, bu ayənin təfsirində deyir ki, yəni, həl yanzuruna illə ən tə'tiyəhumul mələikə, onlar mələklərin gəlməsini mi gözləyirlər? Yəni, ölümlərini gözləyirlər. Ölüm anında mələk gəlmir. Yəni, onlar mələklərin onlara gəlməsini gözləyirlər. Yaxud onlar, əv yə'tiyə rabbuka, Rəblərinin gəlmələrini gözləyirlər. Mücahid deyir ki, qiyamət günü Allahın hökm verməsi üçün gəlməsini gözləyirlər. Yəni, o hökmə hazırdılar. Yəni, rahat Allahı gözləyirlər. Gəlsin hökm versin mənim barəmdə. Əv yə'tiyə ba'du ayət rabbik və ya Rəbbinin ayələrindən bəzisini gözləyirlər. Yəni, günəşin batdığı yerdən doğmasını. Çünki sonra ayənin davamında Allah subhanahu ta'ala deyir ki, bu ayənin davamında. Deyir ki, həmin günü Rəbbinin o ayəti gələndə iman etməyənə, bundan qabaq iman etməyənə o iman fayda verməyəcək. O da hədisdə gəlir. Tövbə qapısı 2 halda bağlıdır. Can boğaza gələndə, bir də günəş, yəni öz məğribindən doğanda, batdığı yerdən doğanda. Ənam surəsi 158-ci ayda bu gəlir. Və Mücahid bunu bu cür təfsirləyir. Və Mücahid fikir ver, əv yə'tiyə rabbuk.
Rəbbinin gəlməsini necə təfsirlədi? Qiyamət günü Allahın hökm verməsi üçün. Çünki Allahın ayəti ilə Rəbbin özünün gəlməsi ayrılır ayədə. Və bu ayəni də başqa ayə təsdiqləyir. Fikir versən, əxi. Heç bir ayələrdə bir dənə, bütün hədislər, bütün ayələr bir-birlərini neyniyir? Tamamlayır. İndi dəlil gətirib, وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا. Sənin Rəbbin gələndə mələklər səf-səf düzüləcək. İndi ver buna bir yolsun. Mələklər niyə düzüldü? وَجِيَ يَوْمَ اِذٍ بِجَهَنَّمْ. O gün cəhənnəm də gətiriləcək. Hədis, bunu tamamlamaq üçün, hədis, qiyamət günü Allah subhanət hala gələcək və Allahın qorxusundan hər kəsin ürəyi gedəcək. Və ilk ailəm mən olacam, nə görsəm yaxşıdır, Musa aleyhissalam yapışıb ərşin dirəklərindən. Düzdür, bir də dəlinə görə ərş də məcazdır və onun maraqlıdır, dirəkləri nədir? Nəysə, aydındır və son olaraq da bir şey deyirəm, ümumi olaraq Allah subhanət halanın feili sifətləri ilə əlaqəli bidət əhlinin belə bir şübhəsi var. İstər istava, istər kəlam, istər itiyan, istər nuzul, fərq etməz. Feili sifət, bidət əhli deyib nədir? Yəni, feili sifət deyəndə nəyi deyirsiniz? O sifətdir ki, Allah subhanət halanın istəyinə bağlıdır. İstəyəndə olur, istəyəndə olmur. Bidət əhli şübhə ortaya atır. Deyib ki, əgər, məsələn, kəlam sifətini götürək, əgər bu sifət, feili sifət, kamillik sifətidirsə, Allah subhanət hala bu kamillik sifətindən heç və xali ola bilməz. Amma sən deyirsən ki, feili sifət odur ki, istəyəndə olur. Əgər feili sifət kamillik sifətidirsə, bu olmayanda Allah üçün naqislik olur. Yəni, aydın oldu belə şübhə. Cavab nədir? Cavab birincisi odur ki, necə İbn Teymiyyə rəhməhullah deyir, onların bütün gətirdiyi əqli dəlilləri elə ağlına rədd edə bilərsən. Cavab odur ki, məsələn, mən danışıram, lal deyiləm ki, danışmıram indi. Mənim üçün naqislik oldu. Bunun naqisliyi nə əlaqəsi var? Mən lal olsam, bu naqislik olar. Necə ki, siz bu naqisliyi Allah subhanət hələ vermişsiniz. Demişsiniz ki, Allahın həqiqi kəlam sifəti yoxdur. Hansı ki, İbrahim əleyhissalam buna görə müşriklərə istehza elədi. Müşriklərlə məzələnirdi. Müşriklərə ələ salırdı. Deyirdi, subhanallah, danışa bilməyəni ibadət edirsiniz. Yəni, danışmamaqlığı ilahlıq üçün nə gördü? Qüsur. Hansı ki, bu qüsuru Allah subhanət hələ veriblər. Deyiblər, Allahın kəlam sifəti yoxdur. Qüsur verən sənsən, biz yox. Bu bir. İkincisi, baxın, bir şey, məsələn, mən tutaq ki, bir uşağı döyürəm və öz uşağımı tərbiyələndirmək üçün vurdum. Bu mənim feilimdir də. Zahirən nə görünür? Zahirən, yəni, naqis, amma o anda naqisliyidir, yoxsa mənim üçün kamilliyidir? Kamilliyidir. Ona görə Allah subhanətlə bütün sifətləri öz yerində kəmal sifətlərdir. Və Allahın hikmətinə baxıldır. Məsələn, məkir. Biz demişdik ki, Allah subhanət hala ona hilə quranlara hilə qurmaqdan aciz deyil. Belə mütləq olaraq götürəndə məkir sifəti nədir? Naqislik sifətidir. Hilə və allatmaq və istehza. Belə götürəndə naqislik sifətidir. Amma Allah subhanət hala Quranda nə deyir? Deyir ki, onlar elə zənn edirlər ki, məni alladırlar, halbuki mən onları alladıram. Görürsən, müqabildə deyir. Və ya, İnnəhum yəkidunə qayda və akidu qayda. Onlar Allaha hilə qururlar, halbuki mən onlara hilə qururam. Yəni, müqabildə gətirir. Müqabildə gələndə naqislik deyil, kamillikdir. Niyə? Çünki Allah subhanət hala ona qarşı öz zənnində hilə qurana və onun qarşısında aciz deyil. Aydındır? Doğrusunu Allah bilir. Allah subhanət hala bizi inşallah işləyib fayda götürən qullarına. Mən sağ olun ayrı. Sənin də.
gecənin axır 3-də birində bu duaları qəbul edir. Elə bir bəndə varmı ki, onun duası qəbul olmasın? O hədisdə gəlir, zinakarın. Yox, hədisdə gəlir. O, sən deyən məsələ hədisində gəlir. Şaban ayının 15-ci gecəsi barədə nazil olan hədisdə gəlir ki, Allah Subhanahu taala Şabanın 15-ci gecəsi enər və məğfirət edər qullarını iki şəxsdən başqa. Bir müşrik, bu artıq ayəni məlumdur. İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. O ayənə bu isbat olunur. İkinci də qəlbində insanlara qarşı xusumat, düşmənçilik, kin, küdurət olan, yəni qəlbi paslı insan, qəlbi xarab insan. Yox, mən bilmirəm. İnşallah mən də sual var idi. Dərsdə mən müşkülat qalan şey oldu ki, siz gelirsiniz, Allah Subhanahu taala gecənin son 3-də birində dünya səmasına enir və elə bir baş şəhərlərə görə fərq qazanır. Məsələn, burada fəcrdirsə, məsələn, oradadır. Bu hər bu belə çıxır ki, buradan ki, Allah Subhanahu taalanın nüzul sifəti həmişə olur. Bu da zatı sifət olur, material olmur. Yox. Yox. Niyə? Allah bu kainat yaranmamışdan qabaq. Bax, mən sənə bir dənə sual verim. Qardaş, özəlmə də sakit ol. Biraz sakit. İstava sifəti. Allah Subhanahu taala feili sifətidir, zatı. Huvellezî xalaqas semâvâti vel arda fî sittati eyyâmin thumma istevâ alel arş. Allah göyləri yeri yaradandan sonra 6 günə yaradandan sonra ərşə istiva etdi. Allahın istava sifəti ərşinə, bu feili sifət göyləri yeri 6 gündə yaradandan sonra oldu. İndiyənəcən davam edir. Tamam. Yəni də feili sifətdir. Bəs Allahın nuzul sifəti də çatdı da. Kainat var olmamışdan qabaq, yəni yer üzərin səmasına nuzul sifəti sabit deyildi. Onu da zat sifət adlanır. Axı, bir dənə sual verim də. Bu deyir ki, danışma, görmə Allahın zatına aiddir. Bu məxluq üçün də indi. Zatına aiddir deyəndə ki, axı, yəni Allah Subhanahu taalanın zatı ilə qaim bir sifətdir də. Yəni zatından ayrılmır. Məxluq da o. Belə məxluqda deyil. Mən məsələn axı deyirəm ki, sən oturub danışırsan, deyirəm ki, Şahinin məsələn səsi gəldi. Bu sənin zatındır da. Amma sən zatından gəlmişsən, sənin səsin gəldi bura. Yox, bu sualı nə üçün verirsən, bir də onu mən deyim. Bir də deyir ki, Allahın enməsi də belədir məsələn. Allahın özü gəlmir, rəhməti gəlir. Bir də deyir ki, məsələn, sən orada danışsa, sənin səsin gəlir bura, amma səs sənin zatına bağlıdır. Deyirəm, məsələn, Şahin səsi gəldi, sən özün gəlmirsən axı bura, sənin səsin gəlir, orada danışırsan, sən özün oradasan. Yox, burada Allah Subhanahu taala səsindən danışılmır ki. Ya Allahın nüzul etməsi. Yox, burada bax, başa düşdün. Yox, başa düşdün. Yox, sən deyil, burada sual heç düzgün deyil axı. Düzgün deyil. Yox, niyə düzgün deyil? Sən deyirsən ki, filankəsin səsi gəldi. İndi mən sənə sual verirəm. Mən sənə filankəsin səsi gəldi, nə başa düşdün? Özü gəlmədi. Səsi gəldi. İndi mən sənə deyirəm ki, Vüqar özü gəldi. Nə başa düşdün? Səsi gəldi. Allah Subhanahu taala deyir, Allah indi. Nə başa düşdün? Demək ki, rəhmət indi. Yəni sənin o verilən sual bu sualla düz deyil. Çünki həmin şeyi mən sənə deyirəm. Sən deyirsən ki, Allahın səsi gəldi. Yəni filankəsin səsi gəldi. Amma mən sənə deyirəm ki, filankəs gəldi. Sən başa düşdün ki, o səsi gəldi. Niyə başa düşdün elə? Çünki mən sənə dedim ki, özü gəldi. Allah Subhanahu Allah enir. Sən burada nə başa düşdün? Ona görə bu əsma və sifətlər barədə ki, hədislər, ayələr var, hamısı bir-birini tamamlayır, hamısı. Və bidətçilərə görə, bilirsiniz qəribə hal nədir? Allah Subhanahu taala özündə olmayan şeylərin özünü tərifləyib. Özündə olmayan şeylərin özünü vəsf edib. Allah Subhanahu taala ərşin fövqündə deyil, deyib ki, mən ərşə istiva elədim. Allah Subhanahu əli yoxdur, deyib ki, əlim var. Allah Subhanahu qiyamət günü görülməyəcək, deyib ki, görüləcək. Allah Subhanahu taala gəliş sifəti yoxdur, deyib ki, sənin Rəbbin gələndə vəliyyə səfsəf düzüləcək. Allah Subhanahu taala danışmır, amma Quran deyir ki, və kəlləmallahu Musa təklimə, Allah Musa ilə sözlə danışdı. Yəni Allahın, tutaq ki, Allah hətta deyiblər rəhmət sifəti yoxdur, qəzəb sifəti yoxdur, Allahın qəzəbi cəhənnəmdə ayə var ki, Allahın qəzəbi barəsində və hədislər. Yəni onların iddiası budur ki, bütün bunlar hamısı Quran və sünnə məcazla doludur və Allah özündə olmayan şeylərlə başlayıb özünü tərifləməyə, vəsfləməyə. Və hamı da elə Allahı bu cür tanıyıb. Hansı ki, bunların heç bir Allah barədə yoxdur. Yəni belə absurd bir şeydir, yəni. Allah Subhanahu taala axirdən, yəni ondan sonra heç olmayacaqdı Allah Subhanahu taala. Və
cənnətə, cəhənnəmə girənlər də orada əbədi olacaqlar. Bir də Amma ölümü dadacaqlar axı ondan qabaq. yəni bu dünyada Yəni ölümü kulli nəfsin zaqətül maut. Hər şey məhv olacaq Rəbbin üzündən başqa. Yəni Allahdan başqa hər şey fanidir. Aydındır? O şeylər sonradan diriləcək, amma onlar ölümü dadacaqlar axı. Və Bəraət gecəsi haqqında deyirik, tabilərdən ibadət eləməyə qalxmağa icazə verən olub. İbadət. Bəs müasirlərdən deyən olub ki, qalxmıyor, nəyə görə deyir, qalxmırsan təhəccüdə. Bəraət gələndə qalxırsan, özü sufilərlə, yəni ki, belə bir şey deyən olub. Sələflərdən deyənlər olur. Mən durmuram, birdən durmuram. Sələflərdən deyən olur. İstəyir qədim olsun, istəyir müasir olsun. Olur məsələn. Məsələn, Şeyx İbn Baz rəhmətullah aleyh Rəcəbdən danışanda, tutaq ki, Rəcəbin ilk cümə gecəsi ki var, Rəqaib deyirlər, hə. Və Meyrasdan danışanda Bəraətdən də danışır. Amma ki, yəni ixtilaflıdır da, bilsən bu ixtilaf, əxi, nəyə bağlıdır, qardaş? Bu ixtilaf bağlıdır, yəni, çünki bu sual, əxi, yəni, belə deyim də, ixtilaf bağlıdır, bu barədə hədis gəlib ya yox. Çünki, məsələn, İbn Rəcəb, rəhməllah, iddia eləyib ki, o tabiinlər ki, yəni, məsələn, onun iddia edib ki, sahabələrdən belə şey gəlməyib. O tabiinlər ki, məsələn, Avzai kimi, tutaq ki, Məkhul kimi və qeyriləri, Lüqman İbn Amr kimi və qeyriləri bunu ediblər. Onların əlində yalnız İsrailiyyətdən gələn nəqillər olub və Peyğəmbər s.ə.v-dən heç bir hədis olmuyor. Yəni, bu məsələ bağlıdır, sırf bu məsələdə Allah Rəsulundan hədis var ya yox. Mən dediyim hədis də hansı ki, Abu Bakr və deməli, Muaz ibn Cəbəldən nəql olan hədisdir. Beyhəqi rəvat edib Şuab-ül İmanda, İbn Əbi Asim Sünnədə rəvat edib, sonra Lələkay rəvat edib, İbn Əsakir tarixində rəvat edib. Yəni, və Şeyx Albani də silsilədə gətirir, deməli, 1144-cü hədis olmalıdır. 1144-cü hədis səhv etmirəmsə və deyir ki, hədis səhihdir. Yəni, hədis səhihdirsə, hə, amma sonra qaldı sənin, məsələn, bu dediyin şey də çox, yəni, möhkəm məsələ deyil. Niyə? Tutaq ki, bir qardaşdır, onda həmin məsələn qədirə də yönətmək olar, qədir gecəsinə. Məsələn, gecə ibadətləmir, amma Ramazan gələndə qədir gecəsinə görə qalxır ibadət edir. İndi biz deyək ki, ibadət eləmədiyinə görə, yəni bu məsələdəki ixtilaf bağlıdır bu hədis, sabit deyə yox. Hər bir halda ittifaqla bizim dediyimiz odur ki, bu gecəyə xas ibadət yoxdur, bu bidətdir. Amma ikinci məsələsi ki var, bunu kim qeyd edir? Hə, onu qeyd eləməklə mənada, tutaq ki, bu gecəni ibadətlə keçirir. Onu bidətdə ittiham eləmək olmaz. İnşallah ki, salamat rəy olmaz yəni. O nəyə əsaslanır o ibadət eləmək? Elə, bu dediyim hədisdə gəlir. Hədisdə gəlir ki, Allah subhanət hələ enir və qullarını məğfirət edir iki şəxsdən başqa. Qəlbi iki müştürətli olan bir də müşrikdən başqa. Səhih gəlməyir o hədis. Bu hədis səhihdir. Ona görə deyirəm, Şeyx Albani səhihləşdirib. Albani, adı İbn Baz. İbn Baz rəhməhullah orada mən oxuduğum yerdə belə düzdür öz rəyini gətirir, amma ümumən İbn Rəcəbdən gətirir. İbn Rəcəbdən gətirir və deyir ki, zəif hədislər. Belə. Amma yəni bidətdə ittiham eləmək olmaz sırf bu məsələdə. Hətta tabinlər ediblər. hədis inkarçıları ümumilikdə. Məsələn, bir misal deyim. Cümə gecəsi ki var. Cümə gecəsi və ya bayram gecəsi. Cümə gecəsi və ya bayram gecəsi barədə ibadət barədə bir hədis gəlib. Gəlməyib. Amma İmam Əhməd deyir ki, etmək olar. Başa düşdün, cümə gecəsi. İndi demirəm, İmam Əhməd haqq deyir. Yəni, amma baxma ki, Şabanın 15-ci gecəsi barəsində xas gəlib ki, Allah subhanət hələ enir və qullarını bağışlayır. İki şəxsdən başqa. Yəni, bu mən demək istəyirəm. Hə, sən. Allah subhanət hələ ayağı var, deyirlər ki, hədisdə var ki, bu dünyada rüya kimi sözdə eləyənlər onu sözdə eləyənlər. Allah olsun. O dediyim məsələ وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا Sənin Rəbbin gələndə mələklər səf-səf düzüləcək. Allah subhanət hələ gələcək. Allah subhanət hələ gələcək və ona görə alimlər bu məsələdə ixtilaf deyiblər ki, qiyamət günü
məhşərdə möminlər və ya kafirlər Allah Subhanahu taala görəcəklər. İnşallah səhih rəy budur ki, möminlər də, kafirlər də Allahı görəcəklər. Çünki وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا sənin Rəbbin gələndə mələklər səf-səf düzüləcək ayəsi ümumidir. Bir də Qələm surəsi səhvimizə 42-ci ayədir. Baldırın açılacağı o gündə hər kəs səzdəyə çağırılacaq, ayağın açılacaq o gündə hər kəs səzdəyə çağırılacaq və bu dünyada Allaha səzdə etməyən və ya riyana səzdə edənlər Allah Subhanahu taala onların onurğalarını düz edəcək münafiqlərin. Hər kəs səzdə edəcək. Münafiqlər etmək istəsələr onurğa bir düz olacaq, bükülməyəcək. Səzdə edə bilməyəcəklər. Və təsəvvürlə ki, Allah qarşısında yəni zillət və zillətdən gözlərini utandıqlarından salacaqlar yerə. Və orada söhbət baldırın açılacağı o gün Allah Subhanahu taaladan gedir. Aydındır? Oca Rabbuka vel melekû. Görsən bütün hamısı ayə hədislər bir-birlərini tamamlayır. Fikir versən, və səhih rəy odur ki, bəli, kafirlər, möminlər məhşərdə Allahı görəcəklər. Hətta kafirlər də düzdür, bəziləri deyib yalnız münafiqlər, bəziləri deyib ki, yox, ümumiyyətlə yalnız möminlər və bəziləri deyib Allah rəhmət sifəti ilə görəcəklər. Hər bir halda biz deyirik ki, görəcəklər, amma nə cür, necə? Keyfiyyətə Allah bilir. Çünki, baxın, axı, Allah Subhanahu taala qiyamət günü gələndə, bu gəliş, biz təsəvvür edə bilmərik ya. İndi mən sizə sual verirəm. وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا sənin Rəbbin gələndə, Allah aləmlərin fövqündə deyəndə, cavab bəli. Fikir versən, Allah insanlara hesab çəkmək üçün gələndə, hansı ki ayə deyir, ha? Və qudiyəl əmr. Yəni, hökmün, işin bitməsini istəyirlər. O işi bitirmək üçün gələndə, yenə də Allah aləmin fövqündədir. Necə başa düşürsən bunu? Bütün ağıllar Allah Subhanahu taala dərk etməkdən acizdir. Sən Allah Subhanahu taala bu sifətlərini qoyub qıraxa. Sən Allah Subhanahu taalanın qardaş, kəlam yox, heç səmi' basir sifətini dərk edə bilməzsən. Kəlam sifətini dərk edə bilməzsən. Ağıl acizdir. Ağıl acizdir. Yəni, mən oxuyuram, Elhamdülillahi Rabbil aləmin, bu qirayət mənimdir, amma kəlam Allahın. Bu kəlam Allahdan sadir olub. Necə? Sən bu dərk edə bilməzsən. Ağlınızda limiti var da gözünüz kimi. Sən heç öz içində ruhu dərk edə bilmirsən ki, o necədir. Həmişə bu misalı çəkir. Bu misal önəmli misaldır. Kafirlər əvvəlcə onların cəhənnəm girməyi, yox Allah Subhanahu görmə sifətinə məhrum olmalı. Təklifində də var ayət ki, onlar Rəbbin görməkdən məmnun olacaq. Belə bilmirəm bu ləfzdə, amma belə bilirəm ki, cənnətdəki möminlər Allahı görəcəklər və sonra o rü'yət bitəndə, Allahı görmək bitəndə, çünki bəzi hədislərdə gəlir, cümə axşamları və cümə günləri görəcəklər. Hər gün yox. İndi orada da möminlərin dərəcələri var, hər bir halda. Bəzi hədislərdə gəlir ki, o rü'yət bitəndə cənnətdəki möminlər fəryad qoparar Allahı görmək üçün. Elə bil ki, cəhənnəm əhli necə fəryad qoparır cəhənnəmdən çıxmaq üçün. Bax o cür. Hər bir halda o söz ümumən düz demək olar. Çünki niyə? Ən böyük nemət Allah Subhanahu görməkdir. Rü'yətdən böyük nemət yoxdur. Rü'yətdən böyük nemət yoxdur. Yəni onlar üçün ən böyük zülm də bu böyük nemətdən, zülm yox, ən böyük yəni müsibət. Çünki özləri öz nəfslərinə zülm edirlər. Bu böyük nemətdən məhrum olmalıdır. Kafirlər Allah Subhanahu taalanı cənnətdə görməyəcəklər və kafirlər Allah Subhanahu taala məhşərdə görəcəklər və kafirlərin Allah Subhanahu taalanın məhşərdə görməsi onlar üçün nemət yox. Zillət və müsibət olacaq. Rəhmət sifəti ilə olmayacaq. Qəzəb sifəti ilə olacaq. Başa düşdün? Yəni, nemət olmayacaq onlar üçün. Aydın oldu yəni. Yəni, o nemət olmayacaq onlar üçün. Möminlər üçün nemət olacaq. Yəni, biz bunu dərk eləyə bilmərik. Yəni, bu necə olacaq? Bu heç nə biz dərk eləyə bilmərik. Amma biz ispat edirik ki, Allah Subhanahu taala özünü bizə göstərməkdə aciz deyil.